Əziz abituriyentlər, bu gün biz sizinlə qəbula ən çox düşən mövzulardan olan iqlim mövzusuna baxacağıq. Demək, 62-ci sualda deyir ki, iqlim diaqramının aid olduğu iqtisadi rayon və ona aid xüsusiyyətləri müəyyən edin. Biz diaqrama baxdıqda görürük ki, burada temperatur nisbətən yüksək, yağıntının miqdarı isə aşağıdır. Cavablara baxdıqda A variantını biz cavablardan çıxacağıq. Ona görə ki, Naxçıvanda qışda temperatur daha sərt olur və mənfiyə düşür. Daha sonra B variantında Abşeron xızı bu iqlim diaqramına uyğun gəlməz. Plusdakı burada deyir, rütubətli subtropik iqlimdir. Bu zonaya rütubətli subtropik iqlim düşmür. Həm də rütubətli subtropik iqlimdə yağıntıların miqdarı çox olur. Lənkəran Astara da bura uyğun gəlməz. Çünki Lənkəran Astarada əsasən yağıntının miqdarı yüksək olur. Burada isə az görsədir. Bakı ancaq bu iqlim diaqramına uyğun gələcək. Çünki Bakı qışı mülayim keçən yarım səhra və quru çöl iqlim tipinə düşür. Həm də yağıntının miqdarı az olur. Mərkəzi Aran isə qışı soyuq keçən yarım səhra quru çöl iqliminə düşmür. Bu iqlim tipi əsasən Naxçıvan zonasında yayılmışdır. Ona görə də cavabımız D olacaq. Bu qədər.